Həzrəti Fatimə-i Zəhra atası ölüm yatağında olanda Ağa Rasulullah ən çox ağlayan Həzrət Fatimə-i Zəhra idi. Ən çox ağlayan. Atası yavaş-yavaş dünya ilə vidalaşır. Baxırlar, ən çox ağlayan kimdir? Görürlər Fatimə-i Zəhra. Həzrət Əli əleyhissalam deyir ki, atası Rəsulullahdan sonra Fatimə-i Zəhra salamullahi əleyha 75 ya 95 gün ərzində o qədər ağladı ki, 5 böyük ağlayandan biri oldu. Yer üzündə ən çox ağlayan hədislərdə var. Neçə nəfərdir? 5 nəfərdir. Biri Həzrəti Adəmdir cənnətdən ayrıldığına görə. Ağladı neçə illər. Biri Həzrəti Yusifdir atasından ayrıldığına görə. Biri Həzrəti Yəqubdur balasından ayrıldığına görə. Biri İmam Səccad əleyhissalamdır Kərbəla hadisəsindən sonra. Biri də Həzrəti Fatimə-i Zəhradır atasından sonra. İmam Sadiq əleyhissalam buyurur, yer üzündə bu 5 nəfərin ağlamağına heç bir ağlamaq çatmaz. Bunlar qədər ağlayan olmayıb. Mən bu hədis barəsində düşünəndə bir şey gəldi zehnimə. Dedim, bu 5 nəfərin içərisində görəsən ən çox ağlayan kimdir? Belə bir nəticəyə gəldim ki, Həzrəti Adəm çox ağladı, amma uzun müddət ərzində ağladı, neçə illər ağladı. Həzrəti Səccad çox ağladı, neçə illər ağladı. Həzrəti Yəqub 40 ilə yaxın ağladı, Yusif də həmçinin. Amma Həzrəti Zəhra 75 günə, 70 ya 95 gün ərzində ağladı. O qədər ağladı ki, illərlə ağlayanların cərgəsinə çatdı. Deməli, bunların arasında ən çox ağlayan Həzrət Fatimə-i Zəhradır. Yəni, müddət qısa olduğuna görə ən çox ağlamaq bunun payına düşür. Bir var 30 ilə çox ağlayan olasan, bir də var 75 ya 95 günə çox ağlayan sayılasan. Özdə İmam Sadiq əleyhissalam buyurur bunu. Ki, Həzrət Fatimə-i Zəhra ən çox ağlayan idi. Həzrət Əli əleyhissalam deyir, bir dənə köynək istədi Fatimə-i Zəhra məndən. Dedi, ya Əli, o köynək ki, Həzrəti Peyğəmbəri o köynəkdə qusl eləmisən. Bir dənə köynək giyindirmişdi Həzrət Peyğəmbərə, Həzrət Əli əleyhissalam. O köynəkdə qusl verdi Həzrət Peyğəmbərə. Bilirsiniz ki, Həzrət Peyğəmbərin quslunu Həzrət Əli əleyhissalam verib. Dedi, o köynək ki, atamı onda qusl eləmisən, Əlican, o köynəyi ver mənə. Deyir, aldı məndən. Hər dəfə baxırdım, görürdüm ki, o köynəyi basıb bağrına ağlayır. Axırda deyir, məcbur oldum, dedim, xanım, o köynəyi ver mənə. Mən sənə hər dəfə bu halda görəndə çox pis oluram. Deyir, axır o köynəyi deyir, ondan aldım. O qədər ağlayırdı, iyiliyirdi, qəşş eləyib gedirdi özündən. Həzrət Fatimə-i Zəhra. Elə ki, deyir, dünyasını dəyişdi, bizdə qayda var. Deyərlər, Həzrət Fatimə-i Zəhranın 3 məsum imam quslun verib. Bütün məsumlarda bir məsum qusul verib. Yeganə insandır Fatimə-i Zəhra ki, 3 məsum qusul verib. Həzrəti Əli, İmam Həsən ağa, İmam Hüseyn əleyhissalam. Belə bir qayda var bizdə. Evdə biri dünyasını dəyişəndə uşaqları deyirlər, göndərirlər qonşuya ki, bu səhnəni görməsinlər. Uşaqdan gizlədərlər. Deyərlər, atavuz səfərə gedib, anavuz səfərə gedib. Və yaxud da evdə ana ata öləndə balaca uşağı göndərərlər qohumlarına ki, qoy evdə qalmasın. Amma Həzrəti Əlinin evində bu günlər çox qəribə mənzərə var idi. O balaca balaları ya göndərirdilər Salmanın evinə. Həsən, Hüseyn, get Salmana xəbər ver. Anamız Həzrət Fatimə-i Zəhra dünyadan getdi. Həzrəti Salman deyir, oturmuşdum evdə, gördüm qapı döyüldü. Gəldim, deyir, qapını açdım belə. Gördüm, 2 dənə gül bala, Həsənlə Hüseyin, birinin 6, birinin 7 yaşı var. Balalarım, bu vaxt niyə gəlmişsiniz? Dedilər, Salman, atamız göndərib bizi. Nəyə gəlmişsiniz? Salman tez çatdır özünü. Peyğəmbər qızı anamız Zəhra dünyadan getdi. Sonra deyir, gəlir evə Həzrət Əli əleyhissalam.
Fatıma-i Zəhranın cənazəsinə qusul verir. Deyir, balalarım, gedin su gətirin. Anamıza qusul verək. Bu üzümüzə gələn gecədir, ya keçən gecədir, bilmirəm dəqiq. Deyir, o balaca balalar su gətirirdilər. Həzrət Əli əleyhissalam alırdı suyu, qusul verirdi xanımın cənazəsinə. Evin xidmətçisi var idi, Əsma deyir, mən də kömək eləyirdim. Amma deyir, bir də gördüm ki, Həzrət Əli əleyhissalam əlin saxladı qusulda. Üzün qoydu divara, elə möhkəm ağladı. Ağlaya-ağlaya deyirdi, Fatimə, qabırğalarımın sınmasın, mən bilmirdim. Ona görə deyirdim, mənə gecə quslu ver. Ona görə deyirdim, mənə gecə quslu ver. Üzvə dəyən şillənin göyərtisin görmüyü. Qoluma dəyən qamçının izin görmüyü. Qapınan divar arasında sınan qabırğalarımı görmüyü. Əla la'nətullahi aləl qavmiz zalimin və səyələmullezine zələmu əyyəmun qələbin yənqəlibun. İlahi və Rəbbi, əllərimizi naümid qaytarma. Əli dəstəmazdı, gözü yaşdı, İlahi hamımızın dualarını qəbul elə. Cümə günündə xanımın şəhadəti hörmətinə, Həzrəti Həsəndən Hüseynin anavay naləsi hörmətinə, xanım Zeynəbin anavay naləsi hörmətinə, hər kəsin ürəyində nə mətləbi var, nə arzusu, istəyi var, Allah rəva elə.